28 avqust 2025-ci il. Kəlbəcər rayonunda başlı bir şəhidlərin ziyarətə gəlmişik. Allah rəhmət eləsin. Deyirəm, erməni kimi dünyada alçaq millət yoxdur da. Əli silahsız insanları bax burada faciəli şəkildə qətlə yetirir. Bizim qəsəbədə heç bir kişidir. Aygün Məhəmməd qızı. Bəli. Əmraliyev Çingiz Məhəmmədoğlu. Əmraliyev Surxay Məhəmmədoğlu. Əmraliyev Məhəmməd Abışoğlu. Cəfərova Gülara Səfər qızı. Cəfərova Gülgəz Əhməd qızı. Əhmədova Zövqiyə Əhmədova Pusat Əlişoğlu. Əliş qızı. Səmədov Yaqub İsaoğlu. Həsənova Çiçək Mikail qızı. Allah rəhmət eləsin hamısına. Dünyanın ən belə işlər görəndə erməni dünyada Əsgərov Əhliman Əvəzoğlu. Laçından. Abdullayev Vüqar İsaoğlu. Hər kişi belə şeyləri görəndə erməni onlardan bunlar bir millət, onlar yer üzünə bəladır gəlib. Yəni əli silahsız, özdə baxıram çoğu qadın. Əli silahsız qaçıb bura sıxınan insanı güllələmək, bu dünyada bundan ötər vəhşilik yoxdur. Bundan ötər vəhşilik yoxdur. Qalib hansı? Bizim qida təhlükəsizliyində işləyən Arif Süleymanov, energetikada işləyən. Onun anasıdır. İflic xəstəsidir, iflic. Xəstə adama burada güllə sıxır. Bunlara bax, xəstə. Əlbəttə, bunların hamısının qisasını bizim ordumuz alıb. Artıqlaması ilə yetərincə aldı. Amma əli silahlı hərbiçiyə qarşı aldı da, dinc insanı, mülkü vətəndaşı, əlində silah olmayansa, müqavimət göstərməyən bir insanı, yəni bu dağın başında özdə aprel ayı burada möhkəm şaxtalar olur. Mən biləm, burada aprel ayı möhkəm şaxta olar. Burada sığınan insanları belə vəhşicəsinə qətlə yetirilib. Bu dağlarla qaçıb insanlar bura. Nə tərcəli bu vaxtı, aprel ayı. Yayın ortasında burada insan üşüyür. Gör, aprel ayı burada nə olub da hava. Maşın oradan gəlir, otu, daşı oradan yığır, dönüb orayla qayıdıb gedir. İndi o daş düşür ora. Uçub ora. Maşın gəlirdi, oradan otu yığırdı, daşı yığırdı, qayıdırdı. İndi Arif müəllimin deməsinə görə oradan bura körpə atacaq. Ağacın dibində. Burada bir memorial abidə olmalıdır. Bu yəni gələcək nəsillər hamısı yazılmalıdır, bilməlidir ki, bilirsən, indi bunu siz bilirsiniz. İndi biz bilirik, uşaqlar bilməyəcək ki, yəni bu vicdansız ermənilər bizim millətin başına belə oyunlar açıb. Yəni unudulmasın da, gələcəkdə bilsinlər ki, bu bir sözlə də erməni ilə yoldaşlıq, erməni ilə dostluq, erməniyə
nəsə arxeyin olmaq olmaz. Onlar çox mundar millətdir. Yəni mundarlığı bilinir də, bu əli silahsız insanlar qaçıb bura sığınan qadın, qoca, xəstə insanları, cavan insan burada güllələmək, yəni bu terrordan da ötəri bir şey. Yox, terrordan da bu ötəri şey. Bu yəni dünyada belə vəhşilik olmayıb ki, erməni bunu bizim xalqın başına gətirib. Başları qoydular, 4 nəfər də tapılsa, qəbirləri belə qalır. Hə, o formada Tapılmır da hələ. yəqin ki, dövlət tərəfindən bura bir nəsə Şey eləyir. Mühim- Millət təşkilatları qarşısında qərar qəbul olunur. Bura milyonlar abidə olacaq. olmalıdır. Dövlət qəbul Çıxmasın, yaddan çıxmamalıdır. Yol çəkildikdən sonra. Bilsən, Əlkişi, bu tarixdə erməni bizim insanlara, bizim xalqa çox zulmlar eləyib. Yəni onu biz bilmirik. Yəni o bilsən niyə? Çünki Sovet hökumətinin vaxtında bunun hamısını itiriblər. Yəni bilinmir. Heç bir tarixdə yoxdur, heç bir abidə yoxdur. Yəni biz bilmirik. İndi gələcək nəsillərdə bilməməsi üçün, yəni bilməsi üçün qoymamaq lazımdır belə vəhşiliklər içsin. Bunlar piyada bura gəlmək yaşlı adam üçün, nə bilim, xəstə adam üçün çətindir, çox çətindir. Gətirmək, yanacaq gətirmək. Çox çətindir, hə. Burada neçə gün buralar qalıb? Bunlar aprel ayının 18-ci günü burada qırıqlar. Aprel ayının 18-i. Aprelin 18-də. Sonra buradan bu üzədə Qaraşanın başının üstə tutqal var. Oraya da gediblər. Bu üzdə Qaçaq Nəbinin kahası var. O kahada da qalıblar. Xeylək deməli 113 gün. 113 gün. Onların gedib gəlməsi 113 gün çəkir. Vay Allah. 113 gün neçə ayır? 3 4 yayacan bunlar. Buradan salamat gedənlər var da. Hə, Bizim qəsəbədə var onlarda. var. Kimdir? Xasay ölmədimi? Xasay rəhmətli buradaydı. Buradaydı. Hə, o polis, oğlan da Bəli, polis o var. polis Xasay var. Şəhədaniyəm. Mahir. Rəhmət. Mahir hansı? Deyir Samirin əmsi oğlu. Dünən sıra günü buradaydı. Çəkilişə gəlirlər də, lider gəldi burada kino çəkdi. Maşınlar getmədi, Hə, maşınlar. lider şey olar, YouTube kanalı olar. Ha qaldırdılar, orada fanı qaldırdılar, kəndi çəkdi, sonra gəldilər buranı çəkdilər, ondan sonra getdilər Nəbi nikahısında kino çəkdi. Liderdən müxbirlər gəlmiş. Həm də şeyləri gətirmişlər, burada olan əsir qalan adamlarımızdan gətirmişlər. Buradan əsir də götürüb aparıblar. Buradan əsir də aparırlar və Çox. atışma olanda oradan aparırlar da. Buradan yendiriblər. O Xasayın yoldaşı bu ərazidə 2-3 nəfər qaçıb yayınıb. Qaranlığa düşüb dərədə qaçıb yayınıb. Gecə aparanda. Hə, hə. Onlar gedib çıxıb. O Zərdablı deyir ki, deyirlər başlı bir şehidlər kənd idi, mən inanmıram. Amma erməni Kaanın qabağını kəsəndə təbiət nətər köndüsə, qarladı, soyuq, külək, boran erməni qapıda dura bilmədi. Erməni çıxdı getdi. Erməni gedəndən sonra deyir, biz yayınıq. Qaçıb sizə. Onda bildim ki, həqiqətən şehidlər kəndi idi ki, Allah Taala bizə kömək edir. Bunu hər yerdə bilir. Şirvan çayı. Şirvan çayı. Nəsə Allah hamısına rəhmət eləsin. Cəmi şəhidlərimizə rəhmət eləsin.